Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası həmkardan həmkara qayğı ilə sosial layihəsini bu dəfə Gədəbəydə keçirib. Layihə Həmkarlar İttifaqları Konfederasiyası ilə yanaşı Səhiyyə Nazirliyi, təbib və konfederasiyanın özəl sektordan olan tərəfdaşları ilə birgə reallaşdırılıb. Gədəbəy rayon mərkəzi xəstəxanasında təşkil edilən ödənişsiz səyyar müayinə zamanı kardiologiya, endokrinologiya, urologiya, oftalmologiya, travmatologiya, ortopediya və nevrologiya sahələri üzrə peşəkar həkim heyəti tərəfindən tibbi xidmətlər göstərilib. 2 gün davam edən aksiya zamanı ümumilikdə 640 rayon sakini müayinədən keçib. Təşəkkür edirəm ki, Həmkarlar İttifaqına ki, belə bir aksiya yaradıblar. Biz də gəldik bu aksiyadan yararlandıq. Uşaqlarım da yoxlandı, özümüz də yoxlandıq. Əhalinin aktivliyi çox yüksəkdir. Yaşlı insanlar, cavanlar, həssas qruplardan olan vətəndaşlar, qazilər, şəhid ailələrinin nümayəndələri iştirak edirlər. Müayinəmizə elektrokardioqrafik müayinə, exokardioqrafiya, xəstələrin ümumi müayinəsi, laborator analizlərin dəyərləndirilməsi və müalicə daxildir. Düşünürəm ki, Azərbaycan Həmkarları İttifaqı Konfederasiyasının bu təşkilatçılığı əhali tərəfindən də çox yüksək qiymətləndirilir. Layihənin reallaşdırılmasında Azərbaycan Həmkarları İttifaqları Konfederasiyasının könüllüləri də fəal iştirak ediblər. Həmkardan həmkara qayğı ilə sosial layihəsi Azərbaycan Həmkarlı İttifaqları Konfederasiyasının dəyərli və faydalı təşəbbüsüdür. Layihə çərçivəsində dağlı və dağətəyi rayonlarda yaşayan üzvlərimiz və onların ailələri üçün pulsuz səyyar tibbi müayinələr təşkil olunur. Bu layihə bir də onu sübut edir ki, həmkarlı ittifaqları yalnız işçilərin hüquqları müdafiəçisi deyil, eyni zamanda insanların qayğısına qalan böyük bir ailədir. Həmkardan həmkara qayğı ilə göstərməklə həm insanlara fayda verək, həm də özümüz daha da böyüyək. Qeyd edək ki, həmkardan həmkara qayğı ilə sosial layihəsinin məqsədi ittifaq üzvlərinin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı artırmaq və dövlətin sosial siyasətinə töhfə verməkdir. İndiyədək layihə çərçivəsində 2250-yə yaxın vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb.